Yol dağılıb, kanalizasiya lyukları açıq qalıb. Yəni təhlükə saçır. Bütün bu problemlərin fonunda antisanitariyada baş alıb gedir. Bu problemlərin hamısı bir küçədə yaşanır. Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Elfaq Nağıyev küçəsində. Asfaltımız vardı burada. Kanalizasiya çəkdilər, bu yolu dağıtdılar. Ondan da bəri elə özümüz şəxsi vəsətlə pul yığdıq cəmaatla. Bir ildən bir biz bunu təmir edirik. O gün uşaq düşüb, güc bitərini cəmaat güclə çıxardı bu körpə uşağı kanalizasiyadan. Palçığı görsən oradan insan keçə bilməz ki, əlbəttə üstümüz də başımız da batır da. Sakinlər deyir ki, problemlərlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilib, amma heç bir tədbir görülməyib. Dəfələrlə müraciət eləmişik müəyyən orqanlara, heç bir yerdə baxış yoxdur. Öz vəsaitimizlə düzəldirik, əmələ gətiririk, yağış su dağıdır. Uşaqlar gedə bilmir məktəbə, şəhər idir, adam utanır, ayağımızlıq olur. Məktəbə uşaq aparır, hərənin yanında bir rezin sapıq, yerimək də mümkün deyil. Sakinlərin ən əsas problemi olan yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bildirildi ki, qəsəbə daxili yollar agentliyin balansında deyil. Aidiyyatı qurumlar onlara müraciət etdiyi təqdirdə yolda təmir işləri aparılır. Aidiyyatı üzrə həmin ərazilərin investisiya proqramına daxil edilməsindən bağlı təkliflər hazırlanaraq təqdim edilməlidir. İnvestisiya proqramına daxil ediləndən sonra, maliyyə vəsait ayrılandan sonra həmin ərazidə təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə oluna bilər. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən isə bildirildi ki, Elfaq Nağıyev küçəsinin bir hissəsinə asfalt örtüyü çəkilib. Yerdə qalan hissənin də təmiri məsələsinin investisiya proqramına salınması üçün aidiyyatı üzrə müraciət edilib. Məişət tullantıları ilə bağlı isə bildirildi ki, həmin ərazi onların yox, Balaxanı Oil Company şirkətinin balansındadır. Şirkətə məişət tullantılarının daşınması, ərazinin təmizlənməsi üçün müraciət edilib. Gün ərzində bu problemin aradan qaldırılacağı vədi verildi. Axşam görüntülər göndərdilər ki, bu problem artıq aradan qaldırıldı. Küçədə lyukların açıq qalması ilə bağlı isə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edildi ki, sözü gedən ünvanda tullantı su şəbəkəsinin qurulması layihəsi mərhələli şəkildə icra olunduğu üçün hazırda işlər tam başa çatmayıb. Tullantı su quyuları qapaqla təmin ediləcək.